Salam hər kəsə. Baxaq qısa bir qeydə. Deməli, ud, yəni udmaq feili söz olaraq həm çox mənalıdır, həm də amonim. Baxacağıq bunun çox mənalı olanda hansı mənası var, amonim olanda hansı mənası. Əgər çox mənalı olaraq udu işlətsək, bilirik ki, çox mənalı nə deməkdir? Birinci həqiqi olmalıdır. Yəni birinci məqamı onun həqiqi mənası olmalıdır. Məsələn, dərmanı udmaq. Məsələn, dərmanı uddu. Həqiqətən də dərmanı udmaq olur da, düz deyil, var da. Yəni dərmanı biz uduruq. Doğrudur. İndi bunun çox mənalı ikinci mənası ondan törənən məna olmalıdır. Baxaq bunu necə adlandırmaq olar, ifadə etmək olar. Məsələn, yarışı udmaq. Yarışı uddu. Baxın, burada yarışı uddu artıq birinci cümlənin, yəni dərmanı udmaqdan, həqiqi mənadan törəndi və bu yarışı udmaq oldu. Çox mənalı. Çox mənalı. İndi baxırıq ikinci məqama ki, amonim görək necə olur. Amonim olmağı üçün nə olmalıdır? Məsələn, ağac növü var. Ağac növü var. Ağacın adıdır ud. Deməli, ağacın adı var ud. Bir də ki, musiqi aləti var. Musiqi aləti, ud aləti, nəfəs aləti. Yəqin ki, eşitmiş olarsınız. Bax, musiqi aləti ilə ağac adı olan ud həqiqi mənadır. Amonimlərdə olan məqam isə hər iki mənasının həqiqi olmasıdır. Düzdür. Hər iki mənası bunların həqiqi mənadır. Bu artıq olur amonim. Amma biri həqiqi, o birisi isə məcazi, həqiqidən törənmiş, ikinci mənası isə törənmiş məna olanda bu olur isə çox mənalı. Deməli, nə öyrəndik? Öyrəndik ki, udmaq feili həm çox mənalı, həm də amonimdir. Deməli, çox mənalı olduqda bir həqiqi mənadan, dərmanı udmaqdan yarandı törəmə mənası, yarışı udmaq. Bu oldu çox mənalı. İki həqiqi mənası da varsa, yəni ağac adı olaraq ud, bir də musiqi aləti olaraq ud, bu isə oldu amonim.